Akşin Fatihin restoranı cərimələnib, dəyərli izləyicilər, biz bunu indi təqdim edə bilərik bu xəbəri. Polis əməkdaşları tərəfindən məişət səs-küyü ilə bağlı paytaxt sakinlərindən daxil olan çoxsaylı şikayətlər əsasında nəzarət, profilaktik tədbirlər davam etdirilir. Bu istiqamətdə Nərimanov rayon polis idarəsinin əməkdaşları tərəfindən gecə saatlarında rayon ərazisində müxtəlif ünvanlarda fəaliyyət göstərən kafe, restoran, əyləncə mərkəzləri və digər ictimai yaşayış obyektlərinə baxış keçirilib. Nəticədə bir neçə restoranın gecə saat 12-dən sonra məişət səs-küyü ilə bağlı mövcud olan qanunvericiliyin tələblərini kobud surətdə pozulduğu aşkar edilib. Həmin ictimai yaşayış obyektlərində yüksək səsli musiqinin yayımı dayandırılıb, obyekt sahibləri ilə profilaktik söhbət aparılıb. Həmin şəxslər barəsində inzibati protokollar tərtib edilib və bu cür halların təkrarlanacağı təqdirdə daha sərt tədbirlərin görüləcəyi də onların diqqətinə çatdırılıb. Bildirilib ki, polis əməkdaşları tərəfindən paytaxt ərazisində məişət səs-küyü ilə bağlı nəzarət, profilaktik tədbirləri bundan sonra da mütəmadi olaraq davam etdiriləcək. Qeyd edək ki, cərimələnən obyektlər arasında meyxanaçı Akşin Fatihin sahibi olduğu Bay Fatih restoranı da var.